Hər vaxtınız xeyir olsun, əziz və hörmətli izləyicilər. Hər birinizi salamlayıram. Gözəl qardaşlar, bacılar, əziz, xeyirxah ailə üzvlərimiz. Hamınızı yenidən Emin qardaşın evinin tikinti işinə başladığımız üçün ürəkdən təbrik edirəm. Bildiyiniz kimi bir neçə gün, təxminən 10 gündür ki, Emin qardaşın evində tikinti işimizi dayandırmışdıq. Buna səbəb də, əziz dostlar, evimizin dam örtüyündən, sıvağından qalan borca görə. Yəni, ümumilikdə Emin qardaşın evində 5800 manata qədər borcumuz yüksəlmişdir. Yəni, bu gördüyünüz mənzərəni, bu gördüyünüz vəziyyəti bərpa etmək üçün borcumuz 5800 manata qədər yaxınlaşmışdır. Və son dünən, yəni dünən bu vaxtdır, Emin qardaşımızın evindən 1990 manat borcumuz var idi. Dünən öz həyatımızda 7 dəqiqəlik bir video çəkiliş çəkdim və o çəkilişdə sizlərə bildirdim ki, əgər bugün sutka ərzində, yəni günorta saat 12-dən axşam 12-yə can Emin qardaşın borcunu yığa bilməsəm, əgər Emin qardaşın evinin tikinti işini davam etmək üçün tikinti materialı gətirə bilməsəm, artıq Emin qardaşın evinin tikinti işinə müəyyən bir vaxtda ara verəcəm. Bu minvalla gəldim canlı yayıma və canlı yayımız bizim elə hər zaman gözlədiyimiz kimi də oldu. Qardaşlar, bacılar, hər biri başda böyüklərimiz olmaqla Nisə bibimiz, Ceyran bibimiz, Cəllabadlı bibilərimiz, onlar bizə 8 saat ərzində mənəvi dəstək olmaqla, həm də maddi dəstək olmaqla və qardaşlarımız, bacılarımız hərə bir yandan maddi dəstək olmaqla nəinki 2000 manat, 1990 manat borcu, hətta borcumuzu bağladıq, əlavə olaraq Emin qardaşın ehtiyatına da pul toplaya bildik. Bunun üçün hamınıza, hər birinizə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm və bizim gözəl xeyriyyətçi dostumuz deyək, canciyarımız deyək, ürəyimiz deyək, Emin qardaşın evinə ən böyük məbləğdə yardım edən insanlardan biri olan dəyərli, qiymətli Samirə xanım da var olsun, öz komandası ilə, öz fanatları ilə dünənlərim həqiqətən də bax bu canlı yayımda at oynatdılar. Sözün yaxşı mənasında Samirə xanımın fanatları at oynatdılar. Bəli, çünki Emin qardaş da Qarabağımızda düşmən üzərində at oynadıbdır. Bəli, materialımız dünənlərim gəldi. 3500 manat dəyərində tikinti materialımız gəldi və bugündən etibarən qızğın, sürətli işə başlamışıq. Bir də siz bizi, əziz dostlar, bu evi tam qurtarıb ailəyə evin hasarını verəndə buradan çıxacağımızı görəcəksiniz. Biz maşınımızda 50 kiloqram un və 2000 rubulluq ət alıb gətirmişik. Unumuzu Emin qardaşın ailəsinə əvvəl gündən yaxından dəstək olan dəyərli, qiymətli xeyriyyətçi Aysu xanım, Aysu bacımız var olsun Emin qardaşın evinə sobadan tutmuş, hər ay 50 kiloqram una qədər alır. Bacımızın məqsədi odur ki, Emin qardaş çörəyə pul verməsin. Həm də Ayşan bacı gündəlik olaraq burada isti şirniyyatlar, bulkular, fətirlər pişirir. Həm biz, həm ustalarımız ağız dadı ilə yeyirik. Bu məqsədlə bacımız hesabımıza hələ göndərməyibdir pul. Bugün göndərəcək. Çünki bildim ki, un al, mənə deyərsən. Və Emin qardaşın evinə pərdəsini alıb hədiyyə edəcək Güllü anamızın adından dəyərli qardaşımız da Orəli canlı yayımların birində 2000 rubl yolladı ki, Emin qardaşın ustalarına ət alarsınız. Ustalarımıza Ayşan bacımız yemək hazırlayar. Bu ən son çatdıra
paylaşmaq istədiyim məlumatlardır. Dünən canlıdan sonra axşam 500 rubl Gürcüstanlı Niyazi qardaşımız yardım etdi və 20 manat Beyləqan rayonunun Qəhrəmanlar qəsəbəsində vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş elə Eminin silahdaşı Şəhid Toğrulun atası Habil əmmimiz 20 manat göndərdi Emin qardaşımızın evinin tikintisi üçün. Sabahınız xeyir olsun, gününüz uğurlu, bərəkətli keçsin. Uca Rəbbimiz bax bu tikilən evimizdən hamımıza xeyir versin inşallah. Amin. Böyük ailəmizi salamlayıram. Hər birinə can sağlığı arzulayıram. Çox sağ olsunlar. Dünənki canlıda pulun yığılmağı vallahi çox qürur verici oldu. Sağ olsunlar. Dünənlər sən də gedəndən sonra çox kədərləndim ki, gör bizim böyük ailəmiz nələrə qadir. Nələrə qadirdir ki, 8 saat ərzində borcumuz bağlandı, materialımız da gəldi. Çox sağ olun böyük ailəmiz. Var olun. Allah cibinizə bərəkət versin. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Ayşən bacı. Xoş gəlmisiniz. Çox sağ olun. Salamlayıram. Allah hamısının canını sağ eləsin. Bizi sevindirirlər. Allah da onları sevindirsin. Amin. Əti alan qardaş. Allah səni qazancını bol eləsin. Amin. Allah səni balanını saxlasın. Balanını xoşbəxt eləsin. Unumu alan bacım. Allah səni cibini dolu eləsin. Qazancını bol eləsin. Allah balalarınızı saxlasın. Sağ olun. Bizim belə ürəyimizi açırsınız. Bizi belə sevindirirsiniz. Allah da sizi sevindirsin. Allah sizi balalarınızdan sevindirsin. Balalarınızdan yarısın. Sağ olun. Vallahi Quran and olsun qardaş, sevinirəm. Allah haqqı. Ma belə gözəl iş görürsünüz. Allah sizin köməyinizdə dursun. Allah sizin balalarınızı saxlasın. Ürəyim sizə qurban qardaş. Belə gözəl işlər görürsünüz. Təşəkkür. Allah sizin ürəyinizə görə Sağ ol versin. bacım, sağ olun. Sağ olun. Minnətdaram. Allah köməyiniz olsun demin. Unumuzu köməkli düşürdü. Ustalarımız da, əziz dostlar, əziz qardaşlar, Məhəmməd ustadır, Fəzail ustadır. Var olsun dünənlərim Samir qardaşım, Mingəçeviri Samir qardaşım ümumilikdə canlı yayımıza 210 manat pul göndərmişdi. Onun deməli 190 manatı Emin qardaşın borcunun bağlanmasına, 20 manat da Fəzail usta ilə Məhəmməd ustaya və Sankt Peterburg şəhərindən Təranə bacımızda 500 rubl, daha doğrusu 1000 rubl Eminin borcundan yollamışdı. 500 də bacı göndərdi ki, ustalarımıza verərsiniz. Sabahınız xeyir olsun, yorulmasınız, əliniz, qolunuz var olsun. Allah sizləri yormasın, mədəni, mərhəmətli, hörmətli və gözəl iş bacaran Məhəmməd Fəzail cütlüyü. Allah sizləri yormasın. Məhəmməd Fəzail, xoş gördük, necəsiniz? Aleyküm salamlar. Aleyküm salamlar. Bəli, əziz dostlar, çox qürur verici bir görüntüdür bu. Vallahi böyük ailəmizin hər birinin qadasını mən alım. Böyük ailəmiz bizə böyük işlər, böyük gözəlliklər bəxş edir. Onların maddi dəstəyi sayəsində, onların mənəvi dəstəyi sayəsində biz vətənimizdə bu qədər gözəl işləri görürük. Vallahi deyirəm, əziz dostlar, çox möhtəşəmdir, çox qürur vericidir. Evimizin demək olar ki, böyük ailə 90% materialı artıq hazırdır. Yəni ki, bax bu aldığımız polu ümumi evin poludur, ümumi evin alçıbanıdır. Profillər öz qaydasında. Bax burada gördüyünüz deməli kipistlər, işbakalovkalar ümumən bütün evin hər bir işini görüb qurtaracaq bir materiallarımızdır. Qaldı da evimizin digər işlərinə evimizin şükürlər olsun aynaları bizim gözəl qardaşımız Gəncəli Ramil qardaş tərəfdən hədiyyədir. Evimizin giriş qapısı Masallı sakini Zəfər qardaş tərəfdən hədiyyədir. İndi evimizin 4 qapısı Allahın izni ilə 4 qapısı Trend Qapılar evi tərəfdən, yəni ki, əfəndim Arifin evinə hədiyyə verilən şirkət mağaza tərəfdən olmalıdır. Biz bunu çox səbirsizliklə gözləyirik. Hamamımızın isə giriş qapısı və fortuşkası bizim gözəl, dəyərli, şirvəhli bacımız Elmira bacımızın maddi dəstəyi ilə inşallah ki, alınacaqdır. Yəni, demək istədiyim nədir? Böyük ailəmiz. Demək istədiyim odur ki, evimizin pərdələri də artıq
demək olar ki, hazırdır. Güllan anladığından qardaşımız tərəfdən evimizin aboyları da tam hazırdır. Evimizin listurları da hamısı hazırdır. Aboylarımızı bir otağını Samira xanım, bir otağın Samir qardaşımız, bir otağını Bakı şəhərindən bizim çox dəyərli qardaşımız Səbuhi Ələkbərov qardaşımız və qalır bir otağımız, yəni aboy məsələmiz həllini tapıb, listurlar məsələsi həllini də tapıb. Bizim bugündən sonra Emin qardaşın evinə alacağımız indən sonra ən böyük məbləğdə materialımız nə olacaq? Hamamımızın kafel metlağı və koridorumuzun metlaq, pilləkənimizin metlağı. Bu da ki, yəni nə qədər çox olsa, maksimum 1500 manat civarında olacaqdır. Yəni bizim gözümüzə oturan, bizim ən böyük çalışıb ala bilmək istədiyimizi bax artıq almışıq. 3500 manat evin bütün materialları. Deməli, niyə biz bunun hamısını cəm halda almışıq, əziz dostlar? Onu da qeyd edin, bax görürsünüz, hal-hazırda ustalarımız pollarımızı əksinə söylürlər. Bunun da səbəbi odur ki, həmin bir neçə gün pollarımız, pol taxtaları qurusun, havalanma götürsün. Həmin üstündə durub evin alçıbanını vursun və inşallah barını bir üzlük çəkdikdən sonra pol sövrülür, pol şəklində vurulur və bundan sonra maliyyə işimiz başlayır yüksək sürətlə. Var olsunlar, əlləri, qolları ağrı görməsin. Aldığımız materyala da ki, əziz dostlar, heç bir zaman söz ola bilməz. Çünki hər bir zaman böyük ailə. Yəni biz aldığımız materialı keyfiyyətinə çox böyük önəm veririk. Səbəb də odur ki, yəni bu iş elə bir işdir ki, bu ev işidir. Burada hər zaman yüksək keyfiyyətdən, yüksək tikinti materialından istifadə etməliyik. Ona görə ki, bu ümumi cəmaatımızın, ümumi vətəndaşlarımızın, xeyirxah insanlarımızın yardımıdır, sayəsində tikilir. Yəni bir neçə ildən sonra hər hansısa bir qüsur bizim ümumi işimizə bir nöqsandır. O səbəbdən bunların hamısına diqqət yetiririk, böyük önəm yetiririk ki, bu hallar baş verməsin. Şükürlər olsun, indiyənə qədər tikdiyimiz evlərin heç birində bu hallar baş verməyibdir. Yəni evin istər bünövrəsinin qazılıb, onun betonunun tökülməsi, karkazının tökülməsi, hamısı bütün standartlara yüksək cavab verəcək şəkildə olunur. Yəni hər bir şey yüksək keyfiyyətdə, hamınızın gözü önündə edirik. Baxın, çox vaxtı çox insanlar evlərin çöl hissəsini sulamırlar, amma biz nə qədər çətinlik olsa da ona baxmayaraq, buna da nəzər yetiririk. Çünki ona görə bunu edirik ki, ilk öncə evimizin içərisində vurulacaq aboyumuza hər hansısa bir nəmişlik qatmasın. Çünki tikdiyimiz evlər tək daş tikilir. Bir neçə ev istisna olmaqla, yəni sözün düzü, daha doğrusu Beyləqanda Şəhid Toğrulun ailəsi üçün tikdiyimiz evimiz cüt daşla tikilir. Cüt daş tikilməsinə baxmayaraq o evində çöl hissəsi suvanıb və gözəl rəhlə rəhlənib. Həm də ikinci amil odur ki, evimizin çölünə gözəl rəh vurur və evimiz kənardan daha gözəl həm görünür, həm də seçilir. Bilinir ki, bu evi də Elşən Mustafayev YouTube kanalı tərəfdən tikilibdir. Bax belə, əziz dostlar, bax belə gözəl, ürək açan mənzərə. Hər birimiz neçə günlərdir səbirsizliklə bu günü gözləyirdik ki, inşallah ki, material gəlsin və hər gün biz Emin qardaşın evində gedən işlərimizi görüb izləyək. Qaldı da Arif əfəndimizin evinə, Arif əfəndimizin də evinin işığının çəkilməsi qalıb. Yəni ki, biz lazım olan işi görmüşük, yəni lazım olan dövlət rüsumunu ödəyib, əlimizdə çekimizi saxlamışıq. Sadəcə olaraq işıq idarəsinin gətirib sayğacı qoymağı qalıbdır. Bunu da səbirlə gözləyirik, çünki bizdən asılı olmayan işdir. Yəni bizdən, məndən asılı olan iş olsa, bunu mən dərhalda nəyin bahasına olursa olsun edəcəm.
Məndən asılı olan işləri hamınız görürsünüz, izləyirsiniz. Məndən asılı olan iş nə idi? 1990 manatı bir günə yığmaq. Mən isə onu 7 saat 30 dəqiqəyə yığa bildim. Yığmağımın da səbəbi sizlərin ürəyinizdən gələn hisli, sizlərə etdiyim müraciətdir və əzim, dözüm, iradə. Bu hər bir şey bundan keçir. Yəni ki, əziyyət çəkməsən, həqiqətən də əziyyət çəkməsən, müraciət etməsən, heç nə asan başa gəlmir. Demək istədim odur ki, üzərimə düşəni layiqincə etməyə çalışıram. Və şükürlər olsun da ki, mən biləni bacarıram. Əgər üzərimə düşən müraciət etməkdir, materialımızı, ustalarımızı razı salmaqsa, bunu hələ ki etmişəm. Yəni ustalarımız bizdən narazı qala bilməz. Çünki ustalarımız iş qutaran kimi dərhal da onlara çatacaq zəhmət haqqılarını ödəyirik. Bax, çatdırmaq istədiyim bura qədər. Buradan belə də ustalarımız işləsin, siz də izləyin. Yarım məndə. Gəl. Əlim gözlə aşağı ayağım. Qaqab, 6 metrlər hələ işlənir bu qonaq otağına. Oy. Nə var orada? Bunlar kesikdən belə. Vursun. Ne demek istiyorsun? Məhəmməd, bunlar təzədən çıxmayacaq yerdən. Şöyləcəkdə yayız. Belə bunu sıxıb vırırıq ki, elə bir buruyanda burulmasın. Hə. Elə bir ki, paltarı sıxan kimi burulur. Bildim, qadan onu, bildim. Nəzən çönüb tuzuna burulur. Başa düşdüm, bildim. Örgənmək geclər. Ustalara baxa-baxa mən də nəsə örgənmək istəyirəm. Hələ biz örgəniyim əmin. Əlbət. Yox, sən maşallah istəyəşqə sarı sən örgənmirsən artıq. Ha? Çox gözəl, dəqiq, Məhəmməd. İncimə, bax istəyəşqanı örgən Fəzali ustadan. Hələ indi örgənlikdir amma. Əsas odur ki, cəhd göstərsən, qaqam. Söhbət peşəkar işi ortaya qoymaqdan getmir. Əsas odur ki, sən cəhd göstərsən ki, nəyəsə örgənəsən. Nasıl örgən? Biləməzsin, elə bir dənə yolunu var. Sən bir dənə elə bir dərdini bizə desən, bilərsən. Sən qəşəng bilirsən, değil mi? Ayağını çək var. Dost özün eləmişsən. Ət çıxart bura. Buranı şey yendirəsən, çatmayacaq o. Yanları soğusun. Yavaş yavaş söylə bir dənə. Sabırlı ol. Ha. Gəl keç burada, yaxşıdır. Burada kesin. Dünən söz vermişəm ki, əziz dostlar, bir neçə gün sizdən xüsusi olaraq yardım istəməyəcəm, amma video çəkilişimizi izləyən dostlarım, yəni dünənlərim ümumiyyətlə canlımıza yardım edənlərə bu sözümü şamil edirəm. Yəni 10 gün sizdən yardım istəmirəm. Canlımıza dünən 2000 manat yardım edən izləyicilərimə deyirəm, sizdən yardım 10 gün gözləməyəcəm. Etsəniz də sağ olun, etməsəniz də. Amma videomuzu ki izləyən dostlarımız ki var, qardaşlarımız ki var, onlar canlıları izləyə bilmirlər. Onlara deyirəm ki, nəyə gücünüz çatırsa, kömək əlinizi Emin qardaşımızın evindən əsirgəməyin.
mən 10 qoymun nə qədər? Fəzalı bir dənənin başı çıxıb sonra. Uzun 5 gətirməsə bundan altı bıraxım. Var ya uzun 3 metr. Bunun özündən Necə bu kadar boş? ya buranın şeyler. Tənəsi Buranı bırak sonra. Qırmalı. Benim ondan sıkıntı ya. Geç olmasın. Yol yoxdur ya keçməyə. Taxta qarşımı kəsibdi əzizlər. Ay Fəzail, ay Emin, bu ayaqqabısın deyil ki, qadan alım. Mən. Aa, Səndən aldım ayaqqabı. verin mi özüyə? Dünənlərim əziz dostlar, bildiyiniz kimi dünən axşam Leysan getdi. Bax, dünən... Çay gətirəm. Yox, hələ içmirəm. Dünən axşam yağan Leysan bax bu ailəni əziz dostlar çox pis vəziyyətə saldı. İndi şükür Allaha bugündən sonra Leysan yağsa qorxusu yoxdur. Artıq kolumuzu tərsinə də olsa düzmüşük. Az qalıb əziz dostlar. Çox az bir vaxt qalıb ki Ayşan bacımız bax bu nəmişdi, rütubətli evdən canını qurtaracaqdır. Həqiqətən də çox nəmişdi, rütubətli yerdir. Aslanım necəsən? Nə var, nə yox? Allah sizə ömür, can sağlığı versin. Allah böyük ailəmizi xoşbəxt eyləsin. Allah Ayşə bacımızın çörəyini həmişə bol etsin. Soba nəticəsində, aldığı un nəticəsində Ayşə bacıdır. Çörəyə pul vermirlər. Həm də isti-isti, çox gözəl, yumuşaq şəkildə çörəyini vaxtında pişirir ustalarımıza, özləri, həm də biz də burada həqiqətən Ayşən bacını tərif kimi demirəm, çox gözəl, isti-isti, təmiz şəkildə şirniyyatlar pişirir canlı yayımlarımızda. Biz də yeyirik və gözəl canlı yayımımızı aparırıq. Hörmətli dostlar, qardaşlar, bacılar, video çəkilişimizi yekunlaşdırıram. İnşallah buradan da gedib dərhal qurbanlıq heyvanımız var. Allah bütün kəsilən qurbanları qəbul eyləsin. Qurbanlıq heyvanımızı kəsib ikinci videomuz və üçüncü videomuz. İnşallah bugün 3 video olacaq. Bu birinci videomuzdur. İkinci videomuzda qurbanımız kəsiləcək. Üçüncü videomuzda isə yenidən qismət olsa qaydırıq Emin qardaşın evinə. Burada gedən işlərimizi çəkib göstərəcəyik. Videomuzu son ana qədər izləyin. Videomuzda satışa çıxarılan torpaq sahəsi, mənzillər və avtomobillər var. Sizlər də izləyin və cibinizə uyğun həqiqətən avtomobillərdir. Alın, inşallah sağlıqla işlədin. Nə qədər kanalımızda reklam etdiyimiz satışa çıxarılan maşın və ya torpaq, evlər varsa, bunlar nə qədər çox satılsa bizim kanalın inkişafı deməkdir. Çünki müəyyən məbləğdə yardım olunur o satılan puldan görülən işlərimizə. Uca Rəbbim sizləri var eləsin, böyük ailə, özünüzə yaxşı baxın, qurban olum sizlərə. İnşallah qismət olsa ikinci və üçüncü video çəkilişimizdə sizlərlə yenidən görüşəcəyik. Sonra yazmağa verdim ara, dedim yazım rəvayət, eyliyim mənə diqqət, yenilməyən cavandan, o igid qəhrəmandan, söyləyim sizə kimdən, yenilməyən Emin'dən, adı dərdin dərmanı, özü müharibə veteranı, deməyin asandı dildə, 2020-ci ildə, həyat imtihan oldu, xalqına təkan oldu, bülbül eşqi çəməndə, canın qoyub vətəndə, düşmən ilə döyüşdü, ağır vəziyyətə düşdü, unutmarıq o anı, həmin vaxtı zamanı, düşmən raket atırdı,
attığı bombanın yanındayıq. Axıb hər yerə Biz qanları, bunun hamısını günahsız qisasını alacağıq. insanları, Onlar fikirləşməsinlər ki, bu günlərim bura bomba atır və yaxud Gəncə şəhərinə bomba atır, sakinlər qorxur. Əksinə, and olsun Allaha, əksinə, hayda bizdə vətənpərvərlik ruhu böyüyür, hayda biz çağırıb öz atasını, İçimiz qisasdan doludur. İçimiz qisasdan doludur. Mən də sizdən xahiş edirəm, bu çəkişi verin dünya görsün. Dedi gedim Və o müharibəyə, terroristlər, başda başlayan şərəfsiz baxsın ki, onun attığı bombanın istiqamətindəyik. Buradan keçdim, 100 metr keçmiş. Qucaqlaşıb, hamıyla sağollaşıb, çıxıb səbir kasaddan, gedib voyenkomatdan, keçibdi qeydiyyatdan, gözləyərək normanı, geyib hərbi formanı, düşünmədi nəsə ola, cəbhiyə düşdü yola. Ağı qaradan seçə-seçə, Füzulidən keçə-keçə, düşməni incitdilər, Şuşiyə qədər getdilər. Yaram dərindən dərin, bizim Bərdə tərtərin, görüb ürək yarasını, o gün aldız qisasını. Vətənimin igidləri, yenilməz şəhidləri, unutmarıq heç zaman, bunu heç etmirik güman. Vətənimin imdadların, yenilməz poladların, var sözümün hikməti, millət unutmaz qəti. Qazilər də var olsun, Allah onlara yar olsun. Zəfər zəngi çalındı, Qarabağımız alındı, hamı danışdı dindi, millətimiz sevindi. Eşqini tutduq baxa, şükür bu günə Allaha. Sevinç yükün daşıyırıq, şükür rahat yaşayırıq. Elə güləriz Şən bacı, yoldaşı Ayşən bacı. O gün ürəyim qəm yedi, bizdən kömək istədi. Dedim etməsəm olmur, bu yolu getməsəm olmur. Çörəyimin itər dadı, özüm şəhid övladı. Olar böyük nöqsanım, götürmədi vicdanım. Doğru addımı attım, onlara əl uzatdım. Bilir yaxın özgədə, yoldaşı müharibədə. Yazıq əlsiz ətəksiz, qalmış idi köməksiz. Ürəyimə çəkdim dağı, aldım evinə ərzağı. Yandı ürəyim alışdı, dərdim mənə danışdı. Var ürəkdə dağlarım, ac idi uşaqlarım. Yaxşı ki sən gəlmisən, dərdimizi bilmisən. Çırağımız sönərdi, onlar acından ölərdi. Dinlədikcə halını, o qəmli əhvalını, dərdə könül bağladı, qəfil oturub ağladı. Saldım ürəyimi xəstə, dedim bacım baş üstə. Başımı qatıb yozuram, nəyə desəniz hazıram. O ünvanı tərk edib, bir açıq marketə gedib. Zəng elədim birbaşa, Gürcüstanlı qardaşa. Çəkdikləri əziyyəti, gördüyüm vəziyyəti, danışdım telefonda, gözləmədiyim o anda. Dedi zalımdır həyat, Elşən mənə kartı at. Hörmətli izləyicilər, sizlərə mən bugün təcili şəkildə satışa çıxarılmış mənzil təqdim edirəm. Mənzil 7 sot torpağın içərisindədir. Bərdə rayonunun Məmmədəmin Rəsulzadə küçəsi, Kapital Bankın yanı, Zərfə Əliyeva adına məktəblə üzbəüz. 3 otaqdan qubçası, bütün kommunalları, hər biri var. Əlaqə nömrəmiz 050 248 00. Evimiz geniş bir kvadrat torpaq sahəsinin üzərində yerləşir. Yerləşilən ərazi qeyd etdiyim kimi şəhərin ən gözəl yerlərindən biridir. Yəni ki, buranı torpaq kimi alıb, üzərində istədiyiniz gözəl bir ticarət obyekti mi, restoran mı, hər hansısa bir tikili tikib çox gözəl, əlverişli yerdə olduğunu yəqin ki, izlədikcə görəcəksiniz. Bərdə sakinləri bu ərazini çox gözəl tanıyır. Evimiz köhnə tikili evdir. Bəzi işlər görülübdür. Yəni ev kimi də alıb remont edib yaşaya bilərsiniz. Qiymət isə 55.000 manatadır.
Yəni ki, bu torpağın sənətinin, bu torpağın qubcasının, işığının, qazının, suyunun olması ilə böyük bir köməkdir. Bunu yəqin ki, çoxunuz bilirsiniz, bugün işıq, qaz, su xətti çəkdirmək nə qədər çətin bir prosesdir. Yəni qiymətə nisbətdə çox əlverişlidir və torpaq isə, hörmətli izləyicilər, qeyd etdiyim kimi rayonun ən gözəl sentralını yerində yerləşir. Bax, siz hal-hazırda kadrda Zərfə Əliyeva adına məktəbi görürsünüz. Məktəbin 2 addımlığında, yəni məktəblə sərhəddir. Bir neçə metr, təxminən 10 metrdə deməli, Kapital Bank yerləşir. Şəhərin mərkəzi küçəsindədir. Almaq istəyənlər bu şansı qaçırtmasın. Çox gözəl və əlverişli bir mənzildir. Qeyd etdiyim kimi, burada əziz dostlar, istədiyiniz bir müəssisə, yəni restoranda tikmək olar, mebel evi də tikmək olar, klinikada tikmək olar, hər bir sənət var. Yəni burada sənətlə bağlı heç bir problem yoxdur. Kommunallardakı hər biri öz yerində. Qapıda su çəni, həyətdə ayaq yolu, qapıda yəni digər bir balaca toyuq damı, həyətdə yaşayış yoxdur deyə bir balaca həyətdə töküntülü görülənir, amma dediyim kimi torpaq çox əlverişli bir yerdə yerləşir. Bərdəlilər yəqin ki, bu çəkilişi izləyər və təcili olaraq bu torpağın satılmasını nəzərə alıb gözəl bir burada inşallah ki, bina tikmək, ev tikmək, nə istəsəniz. Həyət kvadrat ərazidədir, yəni hər bir tərəfi 4 bir yanı hasardır. Həyətin giriş darvazası da var, köhnə qalın dəmir materialından ibarətdir. Əlaqə yaradıb və təcili olaraq alıb inşallah ki, istifadə edə bilərsiniz. Əlaqə nömrəmiz 050 248 00. Buyurun, əlaqənizi saxlayın. Hörmətli izləyicilər, gördüyünüz Range Rover avtomobili də satışa çıxarılıbdır. Maşınımız 2015-ci il istehsalıdır. 2 turbo dizel motordur. 48.000 probekti var. Çox əla və ideal bir görkəmdədir. Yəqin ki 48.000 bilirsiniz nə deməkdir. Özü də dizel motorla. Buyurub əlaqə saxlaya bilərsiniz. Qiyməti desəm şoka düşəcəksiniz. Qiyməti desəm şoka düşəcəksiniz. Belə qiymətə nəinki Range Rover, bəlkə də gedib Lada belə ala bilmərsiniz. Qiymət çox gözəl. 42.000 manata. Bu gözəllikdə avtomobil yəqin ki, hər kəs almaq arzusundadır. Nəzərinizə çatdırım ki, maşının, yəni sənətdə ili 2015-ci il olmasına baxmayaraq, maşın 2016-cı ildə satışa çıxarılıbdır. Əlaqə nömrəmiz 420 81 43 nömrəsi ilə əlaqə saxlayın və maşın təcili olaraq satılır, sahibi xarici ölkəyə gedir, o səbəbdən də maşını satır. Maşın Bərdə şəhərində yerləşir. İstəsəniz gəlib maşını öz gözlərinizlə də görərsiniz. Çox möhtəşəm, çox möhtəşəm. Qiymət 42.000 manat. Bilirsiniz nə deməkdir? 42.000 əziz dostlar. Bilirsiniz nə deməkdir? Bu gözəllikdə bir maşına 2 turbo dizel mühərrikli bir avtomobilə 42.000 manat sanki bir hədiyyədir. Buyurun, təcil olaraq. İnanıram ki,
bu maşın bugün satılacaqdır. Çünki qiymət o qədər gözəl, əlverişli qiymətdir ki, elə bugün də bu maşını sahibi inşallah ki, maşınına sahib olacaqdır. Bizdən sadəcə olaraq çəkib göstərmək. Alın, sürün və bir ömür boyda bizə dua edin ki, Elşən çəkdi, göstərdi, biz isə aldıq, sürürük. Hələ də sürürük. 20 il avtomobil probleminiz olmaz. Bu maşını alıb, inşallah öz avtomobiliniz etsəniz. Məndən çəkib göstərməkdir. Buyurun, əlaqə saxlayın. Elə indi əlaqəni saxlayın. Böyle bu dəqiqə. Buyurun, Bərdə şəhərindədir. Gəlin, maşınımızı sizə təqdim edək. Hörmətli izləyicilər, onu da qeyd edim ki, maşınımız full salondur. Yəni maşınımızda olmayan sxem yoxdur. Sideniya qızdırıcısı, avtopilot, avtomat karavka, irol qızdırıcısı, ventiliyasiyası, kondisioneri. Yəni 2025 modellərinin üstündə olan komplekt yazsa. Bəli, həqiqətən də hələ də maşından ayrılmaq istəmir adam. Bu gözəllikdə olan bir avtomobili necə də alıb sürməyəsən. Maşınımız isə əzizlərim, bax, sensor sistemindən örtülür. Hörmətli izləyicilər, mən sizlərə indi isə gözəl bir şəhərimizin düz mərkəzində 9 hektar yarım torpaq sahəsini təqdim edirəm. Torpaq sahəsi harada yerləşir? Yəni ki, özünüz də kadrda görürsünüz maşınların səsini. Bərdə şəhəri diaqnoskanın bir neçə metrliyində. Qarabağ çörək zavodunun bir neçə metrliyində. Deməli, üzü Yevlağa ki gedirsiniz, Bərdənin çöl yolu. Torpağımız çox gözəl torpaqdır. Bütün sənədləri, qupçası, çıxarışı, hər bir sənədi var. Əlavə olaraq torpağımızı 4 artizanı var. Addelli transformatoru, elektrik xətti. Bu torpağı, əziz dostlar, kadrda görürsünüz. Yəni ki, evlər tikilə gəlir. Bura inşallah bir neçə ildən sonra olacaq bir şəhərcik. Yəni ki, bu torpağı siz bugün alıb bir neçə il əkin üçün əkib qazanç götürə bilərsiniz və bir neçə ildən sonra artıq bura olacaq məhlə torpaqları. Yəni ki, sotu bu dəqiqə bilirsiniz ki, Bərdənin özündə. Özü də bax şəhər mərkəzində. Şəhərin bir neçə addımlığında. Hər bir sotun 10.000 manatdan yuxarıdır. Yəni bir sot torpaq, hələ mən buraları nəzərdə tutmuram. Şəhərin dalda yerlərində. Yəni sizin aldığınız bu torpaq gələcəkdə milyon manatlarla sizə qazanç qazandıra bilər. Qiyməti demirik, qiyməti inşallah əlaqə saxlayın 050 420 81 43. Bizimlə əlaqə saxlayın, torpaq sahibinə sizi yönəldəcək. Özünüz telefonla razılaşarsınız və inşallah ki alıb bir ömür boyu bax bu torpağın bərəkətini görərsiniz. Qeyd etdiyim kimi hal-hazırda görürsünüz ki əkin əkilir. Bir neçə il alıb pambıq əkə bilərsiniz, soğan əkə bilərsiniz, taxıl buğda əkə bilərsiniz. Və bir neçə ildən sonra baxacaqsınız ki, artıq sizdən gəlib məhlə üçün torpaq istəyəcəklər. Yəni bugün 9 hektar yarım torpağı siz köm alırsınız, onun cəmisi 1 hektarının pulu sizin indi ödədiyiniz pulu çıxardacaqdır. Yəni məhlə kimi. İnşallah əlaqə saxlayarsınız və biz də sizə münasib qiymətə bax torpağımızı satarıq. Bax şəhərin Oskar zapravkasının yanı
4 nömrəli məktəbin, 5 nömrəli məktəbin yanı. Asant xidmət, bax buradan baxırıq, Asant xidmət görünür. Düz Asant xidmətin arxasıdır. Yolu da çox gözəldir. Yəni yoldan, mərkəzi yoldan təxminən 150 metr. Bax maşınların hərəkətini də görürsünüz. Bax bura şəhərimizin, Bərdəmizin gözəl yerlərindən biridir. Torpaqda çox keyfiyyətli, münbit torpaqdır. Artizanı da görürsünüz, bu bir artizan. 4 artizan baxır bu. 9 hektar yarım yerə 4 artizan baxır. Bax, bir tərəfdən elə artizanlar görünür. Buyurun, əlaqə saxlayın. Mən sizlərə reklam etmirəm. Sizlərə sadəcə olaraq tanıdıram ki, belə bir torpaq sahəsi var. Buyurun, alın. Hörmətli izləyicilər, sizlərin hər birinizi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsindən salamlayıram. Bugün biz burada bir gözəl həyət evini çəkib sizlərə göstərəcəyik. Həyət evi satış məqsədi ilə çəkilir. Evlə bərabər də çox ideal bir vəziyyətdə olan Range Rover sport avtomobil. Deməli, sizlərə həyət haqqında, evimiz haqqında məlumat verəcəm. Ev şəxsi olaraq yaxın bir dostumuz tərəfdən öz yaşayışı üçün həyət yanı tikinti tikib çox keyfiyyətli bir şəkildə müəyyən səbəblərdən yəni evi satışa çıxarıb və başqa bir ünvanda şəhərin özündə işlədiyi iş yerinə görə yaxın məsafədə həm də xaricdə, yəni daha doğrusu Almaniyada yaşayan bir dostumuzdur. Dostumuz bizim hər halda arxamızdadır. Bizə inşallah dostumuz evlə bağlı məlumat verəcək. Ümumilikdə həyətimiz neçə sotdan ibarətdir? Sənətdə 3 sot yarımdır qardaş, amma 4 sot ərazisi. Deməli, sənətdə 3 sot göstərilir, amma ümumi həyət 4 sot torpağın içərisindədir. Hər bir tərəf hasar, qazı, işığı. Qazı qarşıda çəkilmiş, işığı var, interneti var. Qaz sayğacı var. Yox, qaz sayğacı İşıq yox. var. İşıq var. Hə, işıq var. Aynen, su qarşıda da çəkilməyib, amma havuzu var belə, o 9 tonluq. Hə, evin sənədləri yəqin ki, hamısı qaydasındadır. Yox, evin müqavilə sənədini, yəni 99 illik. Hə. Hə, bələdiyyə. Yox, neftdən verilir. Hə, neftdən verilir. Amma sənədləşdirməyə elə biraz bağlı. Hə, yəni bundan olar. Deməli, sizlərin, əzizlərim, əvvəlcə evimizlə bağlı sizlərə çəkilik çəkər, ondan sonra qiymətini axırda deyərik. Deməli, bax, bura evimizin girişidir. Evimizin çox gözəl keyfiyyətli şəkildə giriş qapısı da qoyulubdur. 7 daş üzərində kürsüdür. Evimizin içində gördüyünüz kimi istif oldu. Bura koridor. Gördüyünüz kimi bax, super vəziyyətdə otaqlarımız atapleniya, yəni kombinə, işıqlarımız bu vəziyyətdə, qapılarımız da ən yaxşı keyfiyyətli qapılardandır. Deməli, bura bizim qonaq otağımız. Düzdür müəllim? Neçə? 4'ün 8-8'ə. 4'ün 8-8'ə qonaq otağıdır. Bax, bura bizim evimizin qonaq otağı. Deməli, bura evimizin mətbəxdir. Baxın, bura mətbəxdir. İşıqları yandır. Mətbəxdir. Cüt daşla tikilir. Ha, evimiz cüt daşla tikilir. Sırf, yəni qardaşımız özünü yaşaması üçün tikibdir. Bura evimizin yəni hamamıdır. Gördüyünüz kimi hamam. Müəyyən yüngülvari işləri qalıb. Biraz duş qabına burada bir dənə şüşə qoyulacaq. Onu demək istəyirəm, buradan keçsin, şüşə qoysun və qabına alacaq. Daha Avropa stilində. Aydın. Burada istep oldu. Gözəl, aydın, əla. Onu demək istəyirəm, çöldə bax, 10 ildir tikilib bu evdə bir dənə çat söhbət olmadan üzdən baxa bilərsən, sıvaqsızdır. Nə gözəl. Ha, bura geniş bir dəhliz deyərdik. Çox geniş bir koridordur. Yəni burada
rahat şəkildə balacalar da, körpələr də oynaya bilərlər. İstipol, yəni nəzərinizə çatdırım ki, gördüyünüz bax bu ayaq altı istipoldan ibarətdir. Burada baxın, altın ayrıdır, üstün ayrıdır. Bəli, bütün xətlər adildir. Yəni qoruyucuları hər biri var. Əgər hər hansı bir nasazlıq yaranarsa, ümumi evin işığını seçməyə ehtiyac yoxdur. Telefon xətti, yəni internet hazırdır, hazır vəziyyətdədir. İşləyirdi, yaşayış olmadığına görə burada qoşulmuşdu. Modemi çıxartdıq ki, başqa yer istəyir. Aydın. Deməli, qardaş bildirir ki, yaşayış olmadığı üçün modeldən aralamışıq. Bax, gözəl, çox yüksək keyfiyyətli dəmir konstruksiyasından yığılmış bax, reşotka və pilləkənimizin özünün xüsusi bir gözəlliyi var. Yəni, evə əsl yaraşacaq, yaraşıq verən bir pilləkən qardaşımız yığdırıb. Qeyd etdiyimiz kimi, qardaş bunu, yəni bu evi şəxsi özünün yaşaması üçün tikdirir. Sadəcə olaraq işləri Almaniyada, yəni qardaşımız işi orada olduğu üçün yəni burada gəlib qala bilmir. O səbəbdən qardaş evimizi bax belə satışa çıxarıbdır. Bura, əzizlərim, digər bir ikinci mərtəbədə yataq otağıdır. Neçədir qardaş? 4-ün 4.70-ə. Yataq otağı. Bəli, boyu da özünüzün Allahın izni ilə zövqünüzlə alıb hansı rəngdə istəsəniz vurarsınız. Növbəti otağımızı görürsünüz. 4-ün 4-ə yataq otağıdır. Nə gözəl bir keyfiyyətdə, eynən bizim layihə tərəfdən tikilən evlərin keyfiyyətinə oxşuyur eynən. Burada dekskli, yəni körpə uşaq üçün 4.60-ın 3.10-a otaqdır. Möhtəşəm bir otaqdır. Burada isə ikinci mərtəbədə də eynən sanitar qovşağı, yəni biz hamam deyirik. Bax belə, eynən birinci mərtəbədə olduğu kimi, gördüyünüz kimi. Hatta yol maşını burada, yeri buradadır, koxuya qoyulmuş, da burada qoyulmuş. Aydın. Hamısı hazırdır. Hə, bax belə. Burada istipoldur. Burada, yəni ümumiyyətcə, yəni istipoldan ibarət. Nə qədər ki, kafem görürsünüzsə, hamısı istipoldan ibarətdir. Onu problem deyirəm, burada 1 mil atılmayıb. Deməli, 20-lik millə pol atılıb, patolog, altdakı patolog 15-lik atılıb. Yəni, əlaqəsi yoxdur. Sən burada niyə eləsin? Yəni, sirkələnmənin aşağıya heç bir aidiyyətlik yox. Monolitdən də hələ var. Nə gözəl. Burada isə, əzizlərim, bax, burada isə bax, bayraq, yəni çölə bir ləzzətli bir görüntü. Buna nə deyirlər? Adətən şəhər yerində panorama deyirlər. Bəli, panorama. Bax, Aeroport görsənir. aeroport, hava limanı görsənir. Belə də gözəl bir açıqlıq. Gözəl bir açıq, təmiz səma altında sakit bir yerdir. Əzizlərim, özünüz də elə yuxarıdan çəkilib çəkməkdə görürsünüz. Yəni, sıx bir şəhərcikdir. Yəni, burada hər şey marketə yaxın, havası, suyu, hər bir şey 24 saat. Buyurub, əlaqə saxlaya bilərsiniz. Əlaqə bizimlə 050 420 81 43 nömrəsi ilə əlaqə saxlayın. Real alıcılarımız buyurub zəng edə bilərlər. Evimizin qiyməti 65.000 manat. Yox, maşını qiyməti. Üzr istəyirəm, üzr istəyirəm. Deməli, 155 min. evimizin qiyməti 155.000 manatdır. 155.000 manat. Yəni, real alıcı üçün endirim də təbii ki olacaqdır. Hər birimiz diqqətlə izlədik evimizin keyfiyyətini, gözəlliyini və ən əsasda müasir üslubla, dizaynlə tikilibdir. Çox həqiqətən də ürək açan bir dizayndir. Əksən, qardaş, bəlkə də bunu Almaniya stilində. Hər yüzün sportda almışım, mən burada bir sport asılmışım, bir dənə baxmışım. Yəni Avropa stilində hamısı sportdur. Bəli, bəli. Avropa stilində.
Çox gözəl, çox gözəl. Bax bu bizim sizə təklif edəcəyimiz Buzovna qəsəbəsində, Xəzər rayonu Buzovna qəsəbəsində təklif edəcəyimiz ən gözəl bir mənzil. Qiyməti 155.000 manat. Real alıcılar üçün endirim də olacaqdır. Geniş də həyəti var, yəni sərbəst 3 avtomobil yan-yana, daha doğrusu eyni kolon şəklində 3 avtomobil sərbəst saxlaya bilərsiniz. Bu isə bizim satışa çıxartdığımız, yəni qardaşın özünün şəxsi avtomobili Range Rover'di, Sport Range Rover'di. Qardaş özü maşın haqqında məlumat verəcək. Maşınımız neçə motordan ibarətdir, ili nədir? Maşın 2013-20-yə yığılmış deyəndə bamperlər dəyişilib, qabaqlar 20-nin qalanı özünündür. Maşın 3 benzin motordur, 193.000 də yürüyüşü var. Maşın salamat maşının səbəbi dedim sizə. Mən xarici getmək istəyəm, onu nöqtəyə nəzərdən satıram, evi də maşını da. Son maşını... Yəni həqiqətən özüm də şəxsən sürüb gördüm, maşın çox sağlam, çox belə əsl adına layiq maşındır. Qardaş özü bizim 6 ildir, yaxın dostumuzdur. Kanalımıza, layihəmizə yardım edən qardaşımızdır. Almaniyada yaşayır, əziz dostlar. Yəni Almaniyada işi, hər bir işi oradadır, bütün biznesi. Burada yaşayamadığı üçün bax maşını da satır və evi də satır. Maşınımızın içərisi çox möhtəşəmdir. Yəni hər kəsə Allah qismət eyləsin. Bu maşını da kim alacaqsa Allah ona xeyir versin. İndidən deyirəm ki, çox möhtəşəm bir maşın. 7 nəfərlikdir. Möhtəşəm bir maşın. Alıb sağlıqla inşallah sürəsiniz və qardaşa da hər zaman dua edəsiniz ki, belə bir ideal, super vəziyyətdə bir maşın aldıq. İli 2013-cü ildə, amma 2020-yə yığılıb, əzizlərim. 2020-yə yığılıbdır. 7 nəfərlik. Bəli, 7 nəfərlik də geniş bir salonu var. Bax, bunda sidenikdir də. Deyil. Əsl dağ maşındır. Hə, qalxmalı yerdə hər bir şey. Gözəl. Bax, budur əzizlərim. Sizə təklif etdiyimiz qiymətə. Maşınımızın qiyməti 65.000 manatdır. 65.000 manatdır. Yəqin ki, real alıcı üçün müəyyən bir endirim olunacaqdır. Maşının Surosunu mən satıram. yəni təcili olaraq qardaş bunu satır. Yəni bunu özünüz Allah'a şükür hər yerdə məlumatlısınız, izləyirsiniz. Yəni maşın çox gözəl bir maşındır. Maşın çox ideal, əla bir vəziyyətdədir. Əlaqə saxlayın və qardaşa elə indi əlaqə saxlayın. Gecikməyin. 050 420 81 43 nömrəsinə əlaqə saxlayın. Buyurun, bax, bu şansı, bu fürsəti əldən verməyin. Kanalizasiya sistemi hazırlıqdan 3 metr. Bəli, bəli. Orada klapan qoyulub. Yəni iyi qox, nəsə geri qayıtma. Mən bir dənə üzr istəyirəm. Yəni hər bir şeyi klapanlı qoyulub. Yəni Baxın kanalizasiya sisteminə. geriyə heç bir iyi qox, nəsə getə bilməz. Bax, burada da elə yaşıllıq. Orada bir dənə də baseyni tikmək olar yer. Bəli, bəli. Sağ-sol, həyətin sağında, solunda yaşıllıq salınıb. Geniş bir həyətdir. Həqiqətən də geniş bir həyətdir. Evin də dizaynı çox gözəl, çox möhtəşəm bir dizayndır. Çölünü sıvatdırıb Məhəmməd Ustaya, Arifin qayna. Və başlayın yavaş-yavaş yığır. Bir dənə bu evin çölünü sıvıyıb aboyunu vurmaq lazımdır. Bir də mənə emosiyon var. Bu zövqə görə saxladım ki, kim istəyir. Hə, bax, Burada burada da sistem yer. kombi sistemi var. Əzizlərim. Gözəlliyə baxırsınız. Necə gözəl, geniş bir evin arxasında belə geniş bir ərazi var. Yəni sərbəst burada istədiyiniz nələrisə saxlaya bilərsiniz.
Buyurun. Bax buyurun. Bax bu gözəl. Evdə bünövrənin üstündə. Bəli, ev bünövrənin üstündədir. Bu evi bizim layihəmizdən Elşən Mustafayev kanalından kim alsa, mən Elşəndən də hədiyyə olaraq rayondan, yəni Bərdədən gətirib bura, bax bu iki hissəyə gözəl bir yaşıllıq, meyvə ağaçlarından ibarət bir yaşıllıq salmaq da bizdən, yəni mən Elşəndən hədiyyə olacaq. Mütləq bax bu hədiyyə olacaq. Çünki qardaşımız Allahın izni ilə bu avtomobili evi satanda layihəmizə çox gözəl bir şəkildə yardımcı olacaq. Əgər biz bunu Allahın izni ilə bu yaxın günlərdə, bir neçə gün ərzində satası olsa, bilin ki, Arif əfəndimizin evinin borcundan 2000 Azərbaycan manatı qardaşımız tərəfindən bağlanılacaq. Qardaşının adını çəkmirəm, tez-tez Almaniyadan yardım edən qardaşımızdır. Adını çəkmirəm müəyyən səbəblərdən. Bax belə, əzizlərim, biz çəkdik, göstərdik, buyurub gəlib, baxıb və bu evə, bu maşına sahib olmaq isə sizlərdən asılıdır. Allah çox-çox xeyir versin. Satana da, alana da.